Bizler onlardan ola bilərikmi? İnnemel mu'minune ellezine izâ zukirallahu vecilet kulubuhum. Subhanallah. Həqiqi möminlər Allah anıldıqda qəlbləri Allahın qorxusundan titrəyər. Subhanallah, Allah anıldıqda. Heç olub belə bir şey. Biz iman edəndən bəri heç bizdə bir şey olubmu? Subhanallah. Yəni, Allah-u Akbar. Yəni, nə cür deyim ki, tam fikrimi çatdıra biləm. Mən də sizin birincinizəm. Allah da şahid. Olubmu ki, Allah adı çəkildikdə biz bir günləri çəkilmişik, bir günləri yəni otaqların birinə evimizdə Allahı düşünmüşük, Allah üçün göz yaşı ağıtmışıq. Amma bu məxluqlar üçün hamısı olub da, düzü. Atamız üçün, anamız üçün, uşaqlarımız üçün, sevdiklərimiz üçün. Heç olub belə bir şey. Allah haqqında Allahı düşünmək, Allahın ayətləri oxunduqda qəlblərimiz parçalansın. Subhanallah. Ağır əməldir, yoxsa yüngül əməldir? Yəni, nail olmaq çətindir, yoxsa asandır? Çətindir. Amma çalışmaq lazım, həqiqətən. İnnemel mu'minunellezine izâ zukirallahu vecilet kulubuhum ve izâ tuliyet aleyhim âyâtuhu zâdetum îmâne. Onlara Allahın ayətləri oxunduqda imanları artar. Onlara Allahın ayətləri oxunduqda imanları artar. Yəni bir mənada nə cür deyim, əməl edərlər. O ayətlər onlara oxunduqda bizdə bir misal var, bir Allah qorusun, bu qulağından alır, öbürsü qulağından verir. Elə yox. İman artır ayətlər oxunduqda. Və alə rabbihim yətəvəkkəlun. Burada da əslində qrammatik bir qayda var. Çox üzərində deyəməzəm. Niyə görə və alə rabbihim gəldi? Niyə görə hərf-i car öndə gəldi? Dəhşət. Allah bizə nəsib eləsin Allahın kitabını gözəl şəkildə başa düşmək. Dəhşət, həqiqət. Və alə rabbihim yətəvəkkəlun. Yəni, sırf Rəblərinə, ancaq Rəblərinə təvəkkül edərlər. Subhanahu wa ta'ala. Namazı qılarlar, Allah üçün nədir? İnfaq edərlər. Bu 5 sifət, möminlərin sifəti. Dedi ki, burada məqsəd 5 sifət, səmin 5 sifət deyil. Burada, bu surədə, Ənfal surəsində səhv eləmirəmsə, zikr olunan nədir? 5 sifət. Ona görə Allaha təvəkkül etmək, yaxşı ondan qabaqdakı sifətləri tapmaq, nəzir olsun? Allaha çoxul dua etmək. Və bir də nədir? Allaha həqiqi şəkildə təvəkkül etmək. Həqiqi şəkildə. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, siz deyir, doğrudan da Allaha təvəkkül etsəniz deyir, Allahın dediyi kimi, quş deyir, evindən çıxır, az qarnına, qaydında tox qaydır. Belə olar sizə. Quş evdən çıxanda necə çıxır? Az qarnına çıxır, düzə. Allaha təvəkkül edib çıxır. Amma qaydında nə edir? Tox qaydır. Ona görə nədir? Bu məsələ də əslində nisbi məsələdir. Nəyə görə? İnsanlar insana dəyişir də. İnsanlardan insanlara dəyişir. Bu məsələ həqiqətən nisbi məsələdir və şeytanın ən çox qorxuzluğu yerdir. Ona görə çətin imiş də bu sifət. Bu sifətə nail olmaq ona görə çətin imiş.